Yepyeni bir Brawl Stars videosundan hamınızı salamlayıram. Bu videoda 4-cü kupa serimizi çəkirik. Yəni kupa serimizin 4-cü bölümünü çəkirik. Amma bu videoda Grom yoxdur. Bu videoda Eevee var. 3000 kupaya eləməyə çalışacağıq ki, Eevee-də Azərbaycanda heç 3000 kupa Eevee yoxdur. Onu kasmağa çalışacağıq. Discordumuzda açılıbdır. Discordumuza gələ bilərsiniz. Kanala abunə olaraq da mənə dəstək ola bilərsiniz. Onda biz heç vaxt itirmədən ilk oyunumuza başlayaq. Siz də videoya 100 bəyəni atmağı unutmayın. Onda biz ilk oyunumuza keçək. İlk oyunumuz hal-hazırda başlayır. Üçümüz də 2000 kupa yoğuna görə üçümüzün də yəni main karakterdir, belə deyim. Ona görə düşünürəm ki, yaxşı oynayacağıq. Mikrofon da açıq olanda telefonun titrəşimi olmur. Qutulara zad vuranda, rəqiblərə vuranda titrəşim gəlir də. O olmur. Ona görə biraz çətin olur. Qəşəng Muradı kəsdilər, intiqam alacağam. Vura da bilmirəm. Ayda canı yoxdur. Canı yoxdur. Ona bir dənə vurun. Ona bir dənə vurun. Bir dənə vurun ona. Yox, mən onun kəsəsiyəm. Vəssalam. Krov. Ayda Stu gəlmə. Aksesuarımı attım. Ultini atacağım, qalxan olsun. Vuruş qəşəng. Krov gəlir. Problem yoxdur. Yavrular onu biraz oyalayacaq. Yavrulara mərmi xərcləsinlər. Qəşəng aksesuarım yenə doldu. Bunu kəsdim müftə. Hiper şarjı attım. Çünki yavrular bu dəqiqə lazımdır bizə. Yavrular, onları sıxışdırın. Bütün mərmilərini xərclədin onlara. Krov gedir. Bir dənə də ulti attım. Bircə olar mənə ulti atmasın. Daryl bircə ulti atmasın. İkinci hiper şarj gələcək indi. Biraz daha sarkasın. Ayda. Grif. Şelin kəsək biz. Garanti olsun ikinciliyimiz ən azından. Ki birdən bunları kəsənməsək. Şeli gəlmə. İkinci hiper şarjı attım oyun boyu. İlk dəfədir ki bir oyunda 2 hiper şarj atıram. Yavrular gedin onun mərmilərini xərclədin. Qəşəng Yusif kəsibdi birini. O qəşəng Feng'in vuruşlarını tutdu. Ayda Daryl'ın hasarı çoxdur. Arxama keç. Yavrular təhliyin onu, təhliyin. Daryl getdi. Krov qalıbdı. Krov da getdi, əla. İlk oyunumuz həqiqətən çox yaxşı keçdi. Üçüncü oyunumuz hal-hazırda başlayır. Rəqiblərimiz gəldi. Rəqiblərimiz o qədər güclü gəlməyib. Məsələn, Bonun zad kupasına baxın, orada Belin kupasına baxın, qızıl lig idilər təkcə. Ona görə udma şansımız daha çoxdur. Əlbəttə tək hesablaşma da, ümumiyyətlə hesablaşmanın 3 növündə də heç nə kəsdirə bilmirsən. Yəni oyun çox qarışıq gedir. Yükün çox olur, bir anda uduza bilirsən və yükün çox az olur, takımın halı çox pis olur, belə deyək, bir anda uda bilirsən. Buradan dənizin üstünə geçsəm, çünki dənizdə məni tuta bilməzlər. Hop. Baxın, dənizdə olmaq çox işimə yaradı, suyun üstündə gedə bilmək. Qəşəng diyəcəydim. Kəsdik, ayda son saniyə. Mortislərdə ancaq pusuraya otduq da. Yəni Mortis pusma karakteri deyil, Mortis oynama karakteri. İndi bunlar bilmirəm niyə bu qədər pusma sevdalısıdırlar. Və pis sıxışdırıblar bizi, həqiqətən. Ayda hardasa konumlanmalıyıq biz, yer tutub. O Piper'ın takımını kəsib, bax bura yaxşıdır, bu daşın dalı. Bax bura yaxşı konumdur, buranı qorumaq lazımdır. Ayda kimsə gəlməsin oradan. Piper'ın daha sarı çoxdur. Mən aksesuar atıb qaçacağam. Qəşəng öldü. Öldü, yaxşı. Ultiyə atacağam, çünki vəziyyətimiz pisdir. Baxacağam, vəziyyətə görə baxacağam ultiyə. Bunu belə ləğv eləyim, spike keçə bilməsin istəsə də. Ultiyə atacağam indidən. O aşağıdakı takımı kəsə bilsək. Piper'ın yaxınına getmək lazımdır. Yavrular tanklayır. Birinci də olarıq. Bunların adı nədir? Kupalarına birinci olduq, qəşəng. Heç düşünmürdüm buradan birinci ola bilək. Dördüncü oyunumuz da başladı an etibarda. Bu yükü mən götürüm. Gedəndə üçümüz də geririk, qaydanda üçümüz də qaydırıq yükü götürməyə. 2 nəfər izləyicimiz yenə var. Qutunu alaq. Qutu gəl. Tika bax, bütün mərmilərini döşədi. Brok, icazə ver bu yükləri alım da. Brok, kömək elə mənə. Ay, sağ ol. Aferin.
Ayda oto attı. Oto atarak Brock'u kəsdim. Burada da adamlar var. Saf altın tik. Çox qəşəng kostyum deyil məncə. Yəni saf altının yaraşdığı karakterlərdən biridir tik. 25 min, yəni tik oyuncusu üçün məncə 25 min altın verməyə dəyər tikə. Hiper şarjı doldurup sonra atım diye düşünürəm ultini. Bunsa birinci yük, yəni bir çox böyük səhv eləməsək birinci yük. Siz uduzmusunuz da nəyə dirənirsiniz? Otu da attım getdi başqa yerə dəydi. Yox, Colt. Elə şey olmur. Elə şey olmur. Yusifi kəsdilər. Bu da belə şey olmur. Dynamite yox, bu sənin oyunun deyil. Murad 8 kill alıbdı. Təbrik ataq. Onda və son oyunumuza keçək. Son oyunumuzda hal-hazırda başlayır. Rəqiblərimiz gəldi. Rəqiblərimiz zəif gəlibdi. Yəni bu oyunu udmalı yox. Bir dənə Colt'un takımını gördünüz orada. Bronz lig, qızıl lig zad idi. 1000 kupa döyülüydülər. Yəni bu oyunu udmaq məcburiyyətindəyik. Bir də eşleşmə sistemi də məncə o qədər yaxşı deyil. Çünki mənim karakter 2000 kupadır da. Amma rəqiblərimizə baxmasam zəiflər gəlir. Zəiflər deyəndə çox yaxşı oynayırlar, sadəcə kupaları azdır. Ayda, mərmi yox idi, aksesuardan qaçmalı oldum. Ayda, o yüklər bizimdir, o yüklər bizə aiddir. Heç kəs götürə bilməz. Mən götürüm, əslində gözləyəcəydim orada. Gözləyəcəkdim Muradın gəlməsi, amma gözləyə bilmərəm. Çünki başqası gəlib riskə ala bilər yükü. Onda ultini mən bıraxdım. Çünki təzədən dolduracam ultini. Hiperşarj dolana qədər 2 dənə ulti də olur. Mortis sən tək yiyirsən, gəlmə. Colt sənlikdə də ölü. Amma sənsən daha. Colt nətər elə yük alıbdı. Onlar nə ara 8 yük olub. Squeak. 11 yüklü adam var aşağıda. Bu tərəfdə kimsə var. 10 yüklü adam var. Bunlar bu qədər yükü hardan tapıblar? Haydi aksesuar atmalıyam. Penny ölübdü. Mortis gəl səndən bir dənə qəşəng. O Colt ölür. Hiperi attım. Çünki biraz qarışıqlıq çıxartmaq lazımdır. Bunun gediş yolunu ataq. Lu'nun nə qədər yükü var? Ayda çox pis vəziyyətdəyik. Colt'a hasar verib uzaq tutmaq lazımdır. Ayda nə qədər? Yox, yavrular, qalxan eləyin. Bunlar mənə görməsin. Hesablaşmaya qaldıq. Yox. Ulti atacaq. Biri qeyibdi. Qəşəng söz. Ulti bir dənə onu alın. Başqa heç nəyə gərək yoxdur. Bir dənə qəşəng bitər udduq. Onda bu videoda bizdən bu qədər olsun. Evini 2200 kupaya qədər kasa bildik. Gələn videoları daha çox kupa kasacaq. Siz də kanala abunə olmağı unutmayın dəstək olmaq üçün və bu videoda sizdən 100 bəyəni gözləyirəm. Və Discord linkimiz də açıqlamadadır. Yəni kanala qoymuşam. İstəsəz oradan da Discordumuza qoşula bilərsiniz. Onda gələn videolarda görüşmək üzrə. Sağ olun.